gördük. ASTV iqtisadiyyatla davam edirik. Studiyada mənəm Namiq Əliyev. 1994-cü ildə imzalanan əsrin müqaviləsi çərçivəsində istismar olunan Azəri Çıraq Günəşli Yataqlar bloku neft yatağı kimi tanınsa da, artıq burada qaz quyuları da qazılıb və hasilata başlanılıb. Bu vaxta dək də Azərçıraq Günəşlidən qaz əldə olunurdu, yalnız səmt qazı. İndi isə Azərçıraq Günəşlinin yeni dövrü başlayır. Bu dövrün adı sərbəst qaz hasilatı dövrüdür. Yataqlar blokunda qaz ehtiyatları nə qədərdir? Bu haqda süjetimiz var, gəlin izləyək. Azəri-Çıraq Günəşli Yataqlar blokunda mövcud neft laylarının altındakı dərin qatlardan ilk sərbəst təbii qaz istehsalına başlanılıb. Hələlik yalnız bir quyudan hasilat aparılır. İlk quyu həm də yataqdan əldə ediləcək yeni məlumatlar əsasında növbəti quyuların işlənməsinə dair qiymətləndirmə rolunu oynayır. Bizim operator olaraq hesablamalarımıza görə Azəri-Çıraq Günəşlidə sərbəst təbii qaz ehtiyatları 4 trilyon kub futatək və bunun da hətta 6 trilyon kub futatək artmaq imkanı olaraq qiymətləndirilir ehtiyatlar. Hələlik ki bir quyudan əməliyyatlar başlayıb, hasilat əməliyyatları, buna biz ilkin hasilat quyusu deyirik. Bu vaxta qədər AÇQ-dən təxminən 65 milyard kubmetrə yaxın qaz hasil edilib. Lakin bu hasilat neftlə bərabər çıxan səmt qazının tutulması hesabına olub. Xatırladaq ki, AÇQ üzrə mövcud hasilatın pay bölgüsü sazişinə 2024-cü ildə əlavə imzalanıb. Həmin əlavə təbii qazın hasilatı ilə bağlı hüquqi bazanı tənzimləyir və sazişin müddəti 2049-cu ilə qədər uzadılıb. Əli Rızayev, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Azərbaycandan tədarük edilən təbii qazın ümumi həcmi Bolqarıstanın illik istehlakının 60%-dən çoxunu təşkil edir. Bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bolqarıstan və Azərbaycanın dövlət şirkətləri arasında bağlanmış uzunmüddətli müqavilə çərçivəsində Bolqarıstan daxili istehlak üçün təbii qaz tədarükünün əhəmiyyətli hissəsini təmin edir. Və bu həcmin bir hissəsi qonşu ölkənin bazarlarına paylanır. Buna görə də Azərbaycan həm Bolqarıstan, həm də qonşu ölkələrimiz üçün etibarlı və mühüm tərəfdaş sayılır. Xatırladaq ki, Azərbaycan qazı Bolqarıstana Cənub qaz dəhlizi və Yunanistan-Bolqarıstan interkonnektoru vasitəsilə tədarük edilir. 2013-cü ildə 25 il müddətinə imzalanmış saziş ildə 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutsa da, sonradan artan tələbat nəticəsində ötən il tədarük həcmi 1,93 milyard kubmetrə çatıb. Bakı Enerji Həftəsinin bugün başa çatması haqda məlumat var. Enerji Həftəsinin sonuncu günündə bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası, çağırışlar və həllər. Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış günəş fotovoltaik potensialının xəritələşdirilməsi mövzuları müzakirə olunub. Bugün Bakı təkcə Azərbaycanın deyil, dünyanın enerji gündəmini müəyyənləşdirir. Bir zamanlar neft strategiyası ilə tanınan Azərbaycan indi yaşıl enerji sahəsində keçidlə bağlı iddialı hədəflər ortaya qoyur. O hədəflərin sırasında Azərbaycanın 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 30%-ə çatdırılaraq ölkəmizin yaşıl inkişaf zonasına çevrilməsi var. Bu günlərim enerji yalnız iri stansiyalarda deyil, evlərin və müəssisələrin dam örtüklərində də istehsal oluna bilər. Dam örtüyü günəş enerji potensialının xəritələşdirilməsi Bakı Enerji Həftəsində müzakirə olunan əsas mövzulardan idi. Günəş potensialının mövcudluğu və digər məsələlərini həll etmək üçün hər bir vətəndaş yaşadığı, olduğu binanın o günəş panelinin potensialı ilə nə qədər öz tələbatını ödəyə biləcək, onu başa düşə bilməlidir. Kiçik, orta və böyük həcmli günəş sistemləri ümumiyyətlə 2035-ci ilə qədər Azərbaycanın yaşıl enerji potensialının 18%-ni təşkil edir. Bakı, Naxçıvan, Ağdam, Cəbrayıl, Culfa, Xankəndi, Şuşa, Qubadlı və Zəngilan daxil olmaqla strateji əhəmiyyətli 9 şəhərdə damüstü günəş enerjisi potensialı yüksək qiymətləndirilir.
Azərbaycanda günəş, külək və hidroenerji üzrə təxminən 23 giqavatlıq potensial müəyyənləşdirilib. Bundan əlavə, Xəzər dənizində istifadəyə yararlı təxminən 27 giqavatlıq dənizüstü külək enerjisi potensialı aşkarlanıb. Bu resursların mənimsənilməsi daha mürəkkəb olsa da tam mümkündür. Adı çəkilən şəhərlərdə damüstü günəş enerjisinin texniki potensialı təxminən 9,4 giqavat təşkil edir. Bu isə ildə 11,8 teravat saatdan çox təmiz elektrik enerjisinin istehsalı deməkdir. Gülşanə Mahmudova, Qəhrəman Məmmədov, ASTV İqtisadiyyat. Bəli, ASTV İqtisadiyyata baxırsınız. Enerji bazarlarında neft və qaz bahalaşır, əziz tamaşaçılar. Qiymətli metallarda isə zəifləmə var. Bu mənzərə investorların enerji risklərinin daha çox, qızıl və gümüşü isə hələlik daha ehtiyatlı qiymətləndirdiyini göstərir. Gəlin monitora nəzər salaq. Bəli, Brent markalı neftin qiymətində və WTI-da biz artım görürük. Brent markalı neft 1,5% artıb və alıcılara $97.12 sentə, WTI isə 1,16% artaraq alıcılara $94.81 sentə təklif olunub. Azerlightin qiymətində enmə var, 2,77%. Təbii qazın qiymətində də azalma var, geriləmə var, 0,19%. Qızıl və gümüşün qiyməti də geriləyib. Bəli, qızıl alıcılara $4,477, gümüş isə $73.97 sentə təklif olunub. Valyuta bazarlarında dolların mövqeyi nisbətən güclənib, avro və funt zəifləyir, dollar isə lirə, rubl və yuan qarşısında kiçik artım göstərir. Manatda isə əsas məzənnə sabit olaraq 1,70 səviyyəsindədir. Bəli, monitora baxaq, avro dollar və funt sterling dollar cütləyib. Bəli, burada görürük ki, 1,16 səviyyədə qərarlaşma var, funt sterling dollar, burada da 1,34 səviyyədə qərarlaşma, 0,16% geriləmə. Dollar Türk lirəsi qarşısında möhkəmlənib 45,96 səviyyədə qərarlaşıb. Rus rubl qarşısında da dolların möhkəmlənməsinin şahidi oluruq. 73,25 səviyyədə qərarlaşma. Çin yuanı səviyyəsində də 0,14% möhkəmlənib və 6,77 səviyyədə qərarlaşıb. Qeyd etdiyim kimi Azərbaycan manatı sabit qalıb. 1 manat, 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 97 qəpik. Burada geriləmə var bir qədər. 100 Rus rublu 2 manat 32 qəpik, Türk lirəsi 3 qəpik, Çin yuanı isə 25 qəpik civarında ticarət olunub. Kriptovalyuta bazarında mənzərə neqativdir. Əsas rəqəmsal aktivlərdə eniş investorların risk iştahının zəiflədiyini göstərir, əziz tamaşaçılar. Monitora baxaq, bəli, göründüyü kimi kriptovalyutaların flaqmanı Bitcoin-də biz geriləmə görürük 2,77% və 66.823 səviyyəsində qərarlaşıb. Ethereum isə $1871 səviyyəsindədir. Burada da geriləmə var, 5,24%. Binance Coin-da da geriləmə var, 5,33% və $644 ticarət günü yekunlaşıb. Qlobal bazarlarda isə mənzərə qarışıqdır. ABŞ indekslərində mülayim yüksəliş müşahidə olunsa da Avropada zəif dinamika var. Asiyada isə Nikkei'nin kəskin artımı investorların risk iştahının region üzrə gücləndiyini göstərir. Monitora nəzər salaq, S&P 500, Dow Jones, Nasdaq, bəli, Amerika indeksləri S&P 500-də biz artım görürük, 0,13%. Bu 10 bəndlik artım deməkdir və 7610 bənddə qərarlaşma. Sənaye indeksi Dow Jones-da da biz artım görürük, 229 bəndlik artım və Dow Jones 51.308 bənddə qərarlaşıb, Nasdaq 100 isə 27.094 bənddə qərarlaşıb. Burada da 0,3% artım var. Qeyd etdiyim kimi Avropada investorlar bir qədər ehtiyatlı davranırlar. Məhz buna görə də Almaniyanın DAX, eyni zamanda Böyük Britaniyanın FTSE 100 indekslərində geriləmə var. DAX-da 0,92%, FTSE 100-də isə 0,25%. Və az öncə də qeyd etdiyimiz kimi Asiya indeksləri, Yaponiya indeksi Nikkei 225-də artım var, 2,61% və Nikkei 225 68.477 bənddə qərarlaşıb ki, bunun da səbəblərini qeyd etdik. İnvestor iştahları ilə əlaqədar olaraq onların xaricə ixrac etdikləri məhsullarının rəqabət qabiliyyəti artdığına görə, eyni zamanda gəlirliyi artdığına görə Nikkei 225 indeksində də biz artımın şahidi olduq.
Böyük texnologiya səhmlərində isə vahid istiqamət yoxdur bugün. Apple və Tesla yüksəlir, amma Microsoft, Amazon və Nvidia-dakı eniş sektor üzrə ehtiyatlı davranışın artdığını göstərir. Monitora nəzər salaq, bəli qeyd etdiyim kimi Apple, Tesla'da yüksəliş var. Apple'da 2,90% artım, Tesla'nın səhmlərində isə 2,89% artım. Amazon, Microsoft, Nvidia-da isə biz geriləmə görürük. Amazon səhmləri alıcılara bugün 256 dollar 52 sentə, Microsoft 441 dollar 31 sentə, süni intellekt nəhəngi Nvidia-nın səhmləri isə alıcılara 222 dollar 82 sentə təklif olunub, təxminən 1 dollar 54 sentlik geriləmə ilə. Amerika Birləşmiş Ştatlarının aerokosmik şirkəti SpaceX ilkin kütləvi təklif çərçivəsində təxminən 75 milyard dollar investisiya cəlb etməyə planlaşdırır. Reutersin məlumatına görə şirkət investorlara təxminən 555,6 milyon dollar səhm təklif etməyə nəzərdə tutub ki, bu da hər səhm üçün təxminən 135 dollar edir. Bu parametrlərlə SpaceX-in dəyəri 1,75 trilyon dollara çata bilər. Artıq potensial investorlarla bir sıra görüşlər üçün hazırlıqlarda başlanılıb. Və sonda Mərkəzi Bank maliyyə sahəsində peşəkar sertifikatların verilməsi və imtahanların təşkili ilə bağlı yeni təlimat qəbul edib. Yeni qaydalar maliyyə institutlarında çalışan əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur. İlk mərhələdə risklərin idarə olunması sahəsində çalışan əməkdaşlar sertifikatlaşdırılma prosesinə cəlb ediləcək. İlk imtahanların bu ilin sonuna dək keçirilməsi planlaşdırılır. İmtahanlarda iştirak pulsuz olacaq. Verilən sertifikatlar isə müddətsiz qüvvədə qalacaq. Beynəlxalq sertifikatlara malik şəxslər üçün bəzi imtahan modullarından azad olma da nəzərdə tutulur. Belədir tamaşaçılar, bugünlük iqtisadiyyat xəbərlərindən bu qədər. Sağ olun, salamat qalın.